Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət efirdədir. Bugün də çox maraqlı bir qonağım var. Qonağım Xarı Bülbül Eventsin rəhbəri Dola Gövhərdir. Gövhər xanım, xoş gördük. Xoş gördük. Əhvalınız necədir? Çox yaxşısınızmı bu yaz havasında? Bəli, çox yaxşıyam. Təşəkkür edirəm. İstərdim Gövhər xanım, əvvəlcə sizin özünüzü tanıyaq. Ümumiyyətlə Gövhər kimdir? Gövhər Dola 3 yaşından rəqslə məşğul olan bir xanımdır. Uzun illər rəqs təcrübəm var. 10 ilə yaxındır ki, bəzi musiqi məktəblərində, eyni zamanda bağçalarda və tədris mərkəzlərində rəqs gimnastika dərsləri keçirəm və bir müddət sonra mən bunu işə çevirdim və Xarı Bülbül rəqs qrupunu yaratdım. Hal-hazırda çox rəqqaslarla iş fəaliyyətimiz var. Daha sonra isə Xarı Bülbül rəqs qrupu, Xarı Bülbül Events qrupu olaraq tanındı. Biz artıq burada rəqs yox, başqa sahəyə keçmişik. Bütün günün, insanların şad günlərinin bütöv formada təşkilatını edirik. Və mənim əsas işim güvən yaratmaqdır, dəyər yaratmaqdır onlara. Əsasən bəzi bəy-gəlinlərin, bəzi xoş günü olan insanlar məni buna görə seçirlər ki, sırf onlara güvən verirəm və həmin günlərini sırf stressiz keçirmələrini təmin edirəm. Və mən başqa fəaliyyətlərim də olub. Ruhumun Danışan Dili kitabının yazarıyam. Bir çox qəzet və jurnallarda redaktor kimi işləmişəm, aparıcılıq eləmişəm. Son fəaliyyətim bu üzrə ANT televiziyasında 4 fərqli verilişin aparıcılığı olub və səsləndirilməsi olub. Əslində çoxdur, çox sahə var. Sadəcə burada qısa danışmaq istəyirəm. Bəs bu qədər sahəni vaxt hazırki dövrdə bilirsiniz, çox məhduddur fəaliyyət göstərən insanlar üçün. Bu qədər sahəni qısa vaxtda necə sığışdıra bilirsiniz? Mən uşaqlıqdan bir neçə fəaliyyətlə məşğul olmuşam. Heç vaxt bir fəaliyyətin arxasında getməmişəm. Həm rəqslə məşğul olurdum, həm məsələn diksiyamın yaxşı olduğunu deyib məni aparıcılıq kimi səhnəyə çıxardırdılar və uşaqlıqda da bir vaxtda, bir günün ərzində 3-4 fəaliyyətə gedirdim. Pianoya gedirdim, gimnastikaya gedirdim və s. Demək olar ki, valideynim bütün vaxtını, bütün zamanını mənə ayırıb. Və bu, belə deyim, qaça-qaç həyat tərzi mənim gələcəkdə də həyatıma yansıdı və artıq mən o qaça-qaçsız yaşamamağa başladım. Başladım bir neçə işlə məşğul olmağa, yerimdə dayanmamağa. Hal-hazırda fokusum sadəcə işdə olduğuna görə başqa bir yerə fokuslanmıram. Ancaq işimə, ancaq gələcəyimə və bu işin daha da yüksəlməyinə doğru fokuslanıram deyə bir neçə işlə məşğul ola bilirəm və mənim üçün çətinlik yaratmır. Bəs niyə Xarı Bülbül? Mənə çox maraqlıdır. Məhz şirkətin adını niyə məhz Xarı Bülbül qoydunuz? Xarı Bülbül əslində Qarabağın simvolu olduğuna görə həm də bir güc simvoludur. Bizim işimiz də həm güc, həm də səbir tələb edən bir işdir. Ona görə məhz Xarı Bülbülü seçdim. Bəs Gövhər xanım, hazırda Xarı Bülbül Events Group öz fəaliyyətində nə ilə fərqlənir? Ümumiyyətlə Azərbaycan bazarında özünə məxsus hansı xüsusiyyətləri var bu şirkətin? Xarı Bülbül bir xoş günün tam təşkilatçılığını edir. Bu ad günü, şad günlər, kooperativ məclislər də ola bilər. Ən əsası isə toy sferasında işləyirik, toy, nişanlar və s. Biz bu günü tam şəkildə planlayırıq. Bir tərəfdən mənim digər fəaliyyətim, digər adım belə deyim, Events Plannerdir. Çünki mən sırf müştərilərə, bəy-gəlinlərə həmin günün tam rahat şəkildə keçməyini formalaşdırıram. Onlara güvən verirəm, həmin günlərinə tam şəkildə nəzarət edirəm. Yəni artıq həmin günü onlar heç bir stres keçirtmirlər. Stres keçirtmədən rahat şəkildə öz xoş günlərini yaşaya bilirlər. Çünki bütün məsuliyyət, bütün arxa fonda olan problemlərlə mən məşğul oluram. Bu o demək deyil ki, həmin gün problem yaşanmır. Problem yaşanır. Ən əsası həmin günü improvizasiya qabiliyyətindən istifadə edirəm və problemi yerindəcə həll edirik və bu artıq onlara yansımır. Bunlara aiddir tam günün təşkil olunmağı, yəni rəqs qrupları, eyni zamanda davul zurna qrupları, daha sonra DJ, band qrupu, hətta hostes xanımlar. Yəni tam bir gün üçün nələr lazımdırsa hər bir şey bizdə var. Mənə müraciət edirlər, biz şirkətə yaxınlaşırlar. Biz həmin günü planlayırıq, bütün detallarını danışırıq və həmin gün artıq gecikmə problemləri, məsələn, DJ gəlmədi, belə
şeyləri hər biri ilə mən maraqlanıram. Hər birini həmin andaca mən həll edirəm. Toy sahibi də problemlə sığortalanmış olur. Bəli, bəli. Həmin günü artıq heç bir stres keçirtmədən, çünki çox görmüşük ki, yəni mən əvvəl sırf rəqs qrupu olaraq işləyəndə çox görürdüm ki, biz rəqs qrupu olaraq ordayıq, amma bəy gəlin o qədər həyəcan keçirdir, o qədər narahatdılar ki, filan qrup gəlməyib, gecikiblər. Hətta sifarişlər olan zaman soruşurlar ki, dəqiq gələcəksiniz. Yəni belə suallarla qarşılaşırıq. Mən də həmişə onlara deyirəm ki, əsas ucuz yer tapmaq deyil, əsas məsuliyyətli yer tapmaqdır. Və mənim işimin də ən əsas hissəsi məsuliyyətdir. Yəni o işi götürürəmsə, məsuliyyət də mənim boynumadır. Mən orada oluram. Hətta çox vaxt bəy gəlinlərim məni orada görəndə stressləri azalır. Eyni zamanda bizdə bəy gəlin rəqsləri xidmətlərimiz də var və biz ilk həyəcanın dəf olması üçün həmin məkanda bir məşq edirik. İçəri giriş zamanı həyəcan necə idarə olunmalıdır, eyni zamanda necə baxmalıdır, necə addımlamalıdır. Gəlinliklə bilirsiniz çətindir addımlamaq. Biz bunların bütün prosesi əvvəlcədən yerindəcə həll edirik. Sonra proqramı nəzarət edirik. Proqram necə istəyirlərsə, onlara uyğun biz orada bütün proqramı idarə edirik. Və sonuna kimi biz onların yanındayıq. Heç bir problem yaşamamalarını təmin edirik. Maksimum dərəcədə əlimizdən gələni yaxşı eləməyə çalışırıq. İndi Gövhər xanım, problemlərdən danışmışkən son dövrlərdə yadınızda qalan ən böyük problem nə oldu? Onu kreativ şəkildə həll edə bildiniz? Problem deməzdim. Mən kreativ bir mənə gələn bir təklifdən sizə danışmaq istəyərəm. Son dövrlərdə bizim rəqqasların, bizim işçilərin bilirsiniz, hamı sənət adamlarıdır, musiqiçilər. Onların toy məclisləri olur və biz burada iştirak edirik və biz orada çox belə hamı sənət adamı olduğuna görə çox gözəl şəkildə iştirak edirik. Və mənə belə bir təklif gəldi ki, siz bizim toyumuza bəy və gəlin dostları xidməti edə bilərsinizmi? Belə bir təklif və mən əslində razılaşmamaq istədim, amma gördüm ki, çox istəyirlər ki, istəyirik bizim toyumuz çox sadə keçəcək, yəni elə oynayacaq, elə ortalığı şənləndirəcək insanlar yoxdur. İstəyirəm ki, sizin qrupun üzvləri əgər həmin gün boşdursa, iştirak eləsin bizim toyda. Amma bəy və gəlinin dostları. Dostu olaraq, bəli. Və mən qəbul elədim. Bizim komandanın hardasa 10-12 üzvün getdi. Həmin günü çox maraqlı şəkildə idarə elədilər. Təbii ki, tanış oldular əvvəlcə bəy gəlinlə. Yəni normal qonaq qismində getdilər, iştirak elədilər. Həmişəki kimi yemək yedilər, əyləndilər, oynadılar, ortalığı şənləndirdilər. Bəy gəlin hətta evdən qapı ağzından çıxarkən belə bəyin dostu kimi kreativ şəkildə gülərək, danışaraq, rəqs edərək onları çıxartdılar. Həm də bəzən olur ki, bəzi məclislərdə rəqs eləyə bilən insanlar olmur və doğrudan da çox sönük keçir də məclis və buna görə müraciət eləmişlər. Çox yaxın bir müştəri idi. Ona görə onlara belə deyim, yox deyə bilmədim. Razılaşdım. Çünki bəzi müştərilərlə bizdə artıq çox səmimi bir münasibət yaranır. Uzun müddət ərzində biz onlarla danışırıq, hər detalları. Hətta gecə 12-də belə zəng edirək. Gövhər xanım, bunu necə eləyək? Bununla məsləhət görüşək ki, bunu dəyişək. Son gün belə dəyişmək istəyənlər olur. Hər detalı danışırıq və onlara da təbii ki, bu proses xoş gəlir ki, mən onların hər bir problemləri ilə, hər bir fikirlərini hörmətlə yanaşıram və detallı onlarla izah eləyirəm ki, məsələn, yox, mən məsləhət görmürəm bunu belə eləməyi və ya yaxşı ideyalar da eləyə bilərik, daha da kreativ olar və ya öz yeni ideyalarımı onlara təklif edirəm. Uzun müddət əvvəl müştərilər danışan müştərilər var ki, qısa müddət ərzində artıq yeni fəaliyyətlərimiz olanda onlara deyirəm ki, məsələn, yeni bir rəqsimiz var, yeni bir çıxışımız var, gəlin bunu dəyişək, artıq yenilik salaq sizin işinizə. Ona görə aramızda çox gözəl səmimi bağ yaranır. Hətta onlar ailə qurandan sonra belə məni axtarırlar, əlaqə saxlayırlar. Dostluqlar yaranır və möhkəmlənir. Bəli, bəli. Azərbaycanda ümumiyyətlə tədbir təşkilinin bahalı olduğunu deyirlər. Bəs bu fikirlə siz razısınızmı bir tədbir təşkilatçısı kimi? Mən düşünmürəm ki, biz qiymət təqdim edirik. Biz əsasən güvən və dəyər, uzun illərin təcrübəsini təqdim edirik. Ona görə də qiymətlər bazarda biraz yüksək ola bilər. Amma biz maksimum dərəcədə ekonom versiyalarda yaratmağa çalışırıq, büdcəsi az olan müştərilər üçün. Yəni onlar üçün hər şeyin ən yaxşısını eləməyə çalışırıq bu büdcə ilə də olsa.
Bəs komanda halında işləyirsiniz, bilirəm Gövhər xanım. Siz o böyük bir komandanı, ümumiyyətlə incəsənət insanlarını idarə etmək sizin üçün çətin deyil ki? Bəli, çətin bir hissədir. İşin ən çətin hissəsidir. Çünki hərə bir psixologiyada olur, hərə bir düşüncədə olur. İnsanlar çoxdur və onların hər biri ilə ortaq bir məxrəcə gəlmək lazımdır. Mən əsasən o güvən məsələsini burada da yansıdıram. Mənim yanımda olan insanların əsasən mənə güvənən insanlar olurlar və güvəndikləri üçün mənim yanımdadılar, mənlə işləyirlər bu və bizim işdə artıq bir kollektivlə daha çox dostluq da önəmlidir. Hər biri yanımdadır, artıq illərlə yanımda olanlar var. Düzdür, çətindir, amma idarə elə bilirəm. Yəni onların güvənini qazanmışam çox şükür. Artıq illərdir ki, birlikdəyik və hər şey yaxşıdır hələ ki. Bəs Gövhər xanım, yeni iş qurmaq istəyən gənclərə, siz özünüz də gəncsiniz, hələ 30 yaşınızı tamamlamamısınız, bilirəm. Şirkət qurmaq istəyən gənclərə bir gənc iş xanımı olaraq nə tövsiyə edərsiniz? Ümumiyyətlə, hardan başlasınlar? Bir seçim etsinlər işlə bağlı. Əvvəlcə sahəni seçmək çox önəmlidir və sahəni seçəndən sonra bu sahə üzrə hər şeyi araşdırmalıdırlar. Və ən əsası bu işə, ümumiyyətlə yeni işə başlayan çox insan görürəm, amma düşünmədən başlayırlar və gələcəyi planlamadan başlayırlar. Planlamaq, planlı olmaq çox önəmlidir və düşündüyü yeri hər zaman arzulamaq, o arzuya gedib çatmağın bir hissəsidir deyə bilərəm. Çoxlu araşdırma eləsinlər, yəni bilmədən bir sahəyə başlamasınlar. Çoxlu araşdırma eləsinlər, həmin sahədə hətta deyərdim ki, təcrübə qazansınlar, biraz işləsinlər və ondan sonra öz işlərini qurmaq onlara məncə daha rahat ola bilər. Gövhər xanım, ümumiyyətlə tamaşaçı və müştərilərə mesajınız nə olardı? Onlara demək istəyərdim ki, xüsusi günlər təkrarlanmır, bir dəfə yaşanır və həmin günü şansa buraxmayın. Əgər həmin günü tam stressiz şəkildə, tam rahat şəkildə keçirmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz, biz buradayıq. Belə, təşəkkür edirəm Gövhər xanım. Mən təşəkkür edirəm dəvətiniz üçün. Xoş oldu sizinlə söhbət etmək. Xarı Bülbül eventisi tanımaq ayrıca bir xoş təəssürat oldu mənim üçün. Minnətdarıq. Düşünürəm ki, yenidən, yeni tədbirlərdə görüşəcəyik sizinlə. Belə, əziz tamaşaçılarımız, verilişimiz sona çatdı. Sonda yaratdığı şəraitə görə Qraf Otelə təşəkkürlərimizi bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.